ergodik ədəbiyyat anlayışı haqqında danışacağıq. Bugün az tanınan bir anlayışdan söhbət açırıq, ergodik ədəbiyyat. Bu anlayış oxucunun təkcə oxuyub həzz aldığı mətnləri yox, eyni zamanda anlamaq üçün zəhmət çəkdiyi çətin mətnləri nəzərdə tutur. Yəni bu cür ədəbiyyat nümunələri deyir ki, məna asanca başa gələn şey deyil. Onu anlamaq, dərk etmək üçün əziyyət çəkməlisən, zəhmət çəkməlisən. Bu termini ilk dəfə 1997-ci ildə Norveçli ədəbiyyat nəzəriyyəçisi Espen Aarseth Kibermətn ergodik ədəbiyyatın perspektivləri barədə adlı kitabında istifadə edib. Aarseth ergodik sözünü Yunancadan götürüb. Ergon cəhd, çaba, hodos yol deməkdir. Belə ümumiləşdirə bilərik. Cəhd istəyən, zəhmət tələb edən mütaliə prosesi. Ergodik ədəbiyyatın ənənəvi mətnlərdən fərqi var. Gəlin baxaq nədir bu fərq? Ənənəvi mətnlərdə səhifələri dalbadal çevirirsən. Necə deyərlər, su kimi gedir. Burada mətn oxucunu idarə eləyir. Ancaq ergodik ədəbiyyat nümunələrində bu proses əksinə olur. Oxucu mətni idarə eləyir. Çünki burada oxucunun seçimləri, sürəti, diqqəti, yəni mütaliə prosesindəki bütün əməlləri kitabın sonrasına təsir edə bilir. Oxucu burada hədsiz diqqətli olmalıdır. Bu mətnlər Umberto Eco'nun dili ilə desək, açıq mətnlərdir. Espen Aarseth bu anlayışı, ergodik ədəbiyyat anlayışını yeni dövr üçün istifadə eləsə də, bu cür nümunələri rəqəmsal əsrdən qabaqki dövrlərdə də tapa bilərik. Məsələn, Lawrence Sternin 18-ci əsrdəki Tristram Shandy romanında ergodik bir əsər kimi qiymətləndirə bilərik. Çünki burada mətn daim kəsilir, təhkiyə daim ertələnir, əsas sujet peyk sujetlər vasitəsilə qırılır. Az-maz diqqətsizlik olsa, vacib bir detalın üstündən oxucu atlaya bilər, keçə bilər və bağlar qırıla bilər. Yaxud Julio Cortázarın Xana oyunu deməli bu ergodik ədəbiyyat nümunəsinə misal ola bilər. Julio Cortázarın Xana oyunu romanı da alternativ mütaliə sırası təklif eləyir oxucuya. İstəyirsiniz romanı ənənəvi ardıcıllıqla oxuyun, istəyirsiniz romanın əvvəlində müəllifin təklif elədiyi sırayla. Bu roman adından da göründüyü kimi Xana oyununun atlamalı strukturunda yazılıb. Italo Calvino'nun Əgər bir qış gecəsi bir səyyah romanı, James Joyce'un Ulysse, çağdaş dövrdə Mark Danielewskinin Yarpaqlar evi əsərləri də ergodik ədəbiyyat nümunələrindən sayılır. Ergodik ədəbiyyat nümunələri non-linear, yəni qeyri-xəttidir, şəbəkə, labirint kimidirlər. Bu cür əsərlərin gücü ondadır ki, onlar bizə deyirlər, məna sənə kənardan hazır, konserv halında təqdim olunan bir şey ola bilməz. Sən onu öz zəhmətinlə özün tapmalısan, özün yaratmalısan.